Uşaqlar, buraxılışa sayılı günlər qaldı. Hətta yaxşı fikirləşsək, saatlarımız qaldı. Bu günlər ərzində nəyi ən çox təkrar eləməliyik videomuzun mövzusu budur. Buralarda üstəcə işarəsi görürsə, şirin mübarək barmağınızdan bir dənə ora tıklayırsınız. Bismillah, getdi. Öncə onu deyim ki, mən sizə öz proqramımızı təqdim edəcəm ki, bunu eləsə çox faydalıdır. Müəllim, o bahadır filan, 25 manatdır. Yəni və vaxta filan müəllimə zədə heç nəyə ehtiyacın olmayacaq. Sadəcə qoşulursan, telefonla oturduğun yerdə, dərsdə, hazırlıqda, harada istəyirsən idarə edə biləcəksən. Çox rahat. Bax, qoşulan kimi işlərin birinci sınaq 10 sınaqlardır. 10. Cəmi sənin 10 dəqiqə vaxtın olacaq. 10. Gör nə qədər sınaq. 25 hardasa burada var, izah ilə bir yerdə. İşlədim bunu. Tutaq ki, səhvin çıxdı harda? İsimdə. Düzdür? İsimdə də hallamada sənin problemin yaranır. Düşürsən aşağı, açırsan nəyi? Nəyə açacaqsın? İsmi. Girsən ismin, görsən halların qeyd. Adlıq al, yəli. Yəli halda problem var. Girdin yəli hala, baxdın. Çıxdı səhvin harda? Sifətdə. Düzdür? Sifətin nəyində çıxdı səhvin? Dərəcələrdir, müqayisə dərəcələri. Bax, dərəcələr. Girdin dərəcələrin, bir də bu qara gedən izahına baxdınız. Belə. Və bununla da sizdə çox fantastik dəyişiklik olacaq. O vaxtı mən də öz belə də inkişafımı bununla eləmişdim. İnkişaf dinamikası deyə bir kitab var idi. Yəni ki, oldlar xatırlayarlar bunu. Və bəlkə də hansısa müəllim işlədir onu. Mən nə edirdim? Hər gün açırdım orada 25 dənə, Azərbaycan 25 onda sualdır, ədəbiyyat da eynən. Açırdım 25 sual, işləyirdim. Sonra onu işləyəndən sonra baxırdım ki, mənim harada səhvim çıxdı. Tutaq ki, nə bilim, durğuda çıxdı, əlavədə çıxdı, filan yerə çıxdı. Açıb həmin mövzuları təkrar edirdim. Həmçinin bunu ədəbiyyatda da edirdim. Çıxdı səhvim harda? Məsələn, səhvim çıxdı müsbət Fəxrəddində, səhvim çıxdı, nə bilim, Xosrov şirində, nə bilim, 7 gözlə, hər nəsə onda qısa məlumatlar idi. Və açıb həmin yerləri təkrar edirdim. Bir cəlalda səhvim açıb həmin yerləri təkrar edirdim. Və sonra yeni işləyirdim. İşləyəndə artıq, məsələn, əvvəl 25 sualdan 15 düzüm çıxmışsa, bu dəfə 17 çıxırdı. Daha da ürəklənirdim. Və o vaxta kimi ki, ta mənim 25-ə 25 düzüm çıxdı, dedim, hə, mən oldum artıq tam hazır. Bax, bunu siz deyil, hətta mən onu müəllim vaxt eləyirdim, yəni düzü sir bozuldu, amma bunu eləmək sizin üçün çox böyük fərq edəcək, çox qəşəng inkişaf üçün bir əsasdır bu. Və bu qrupa qoşulmaq üçün dediyim kimi 25 manat ödəyirsən, qrupa əlavə eləyəcəklər səni, dərhal proqramımız aktiv olacaq, 50-yə yaxın, 50-dən çox mətndir, izah ilə bir yerdə, həm də bu dili qaydaları, həmçinin canlı yayımları da sizə qoşacağım. Ona qoşulmaq sərbəst. İstəyirsən qoşul, istəyirsən qoşulma. Qoşulmaq üçün 055 597 01 51-ə yazırsan və sonra biz də sizə həmin qruplara əlavə edirik. Sağ olun.